Dünənki canlı yayımda müzakirə mövzularından biri Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsi ilə bağlıydı. Müzakirə zamanı bu qətnamənin mahiyyəti və məqsədi barədə ümumi şəkildə məlumat izləyicilərin nəzərinə çatdırıldı və bu qətnamənin davamının da olacağı anons edildi. O da bildirildi ki, Azərbaycanda İlham Əliyevin birbaşa göstərişi ilə həbs qəti imkan tədbiri barədə qiyabi məhkəmə qərarlarına əsasən qondarma cinayət axtarışında olan və hazırda Avropanın müxtəlif ölkələrində siyasi mühacirlər kimi sığınacaq tapıb, Avropa hüquq mühafizə orqanlarının qoruması altında olan çoxlu sayda Azərbaycanlı fəalları Avropa Parlamentinin adı çəkilən qətnaməsinin qəbul edilməsində müəyyən rol oynamışdılar. Avropa Parlamentindəki müzakirələrin təşkil edilməsində həmin Azərbaycanlı siyasi fəalların roluna nələr daxil idi? Bu rol əsasən bütün sosial şəbəkələr üzərindən Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş verən qanun və hüquq pozuntuları barədə məlumatları müntəzəm olaraq toplayıb, icmal şəkildə dünyanın insan hüquqları və demokratiyanın müdafiəsi üzrə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdan ibarətdir və indi də eyni qaydada davam etdirilir. Həmin qanun və hüquq pozuntuları mövzuları isə təxminən bu başlıqlarla qruplaşdırılır. Əliyev ailəsinin 30 il müddətinə Azərbaycan hakimiyyətini zəbt etməsi, xalqa məxsus təbii sərvətlərin və maliyyə resurslarının Əliyevin mafiyos komandasının gücü hesabına talanması və müxtəlif landramat yollarla xarici ölkələrdə daşınmaz və daşınan mülklər, şirkət səhmləri kimi aktivlərə yerləşdirilməsi, monopoliya qaydaları hesabına özəl sektora aid olan bütün fəaliyyət sahələrinin diktator ailəsinə birbaşa və dolayı yollarla məxsus olan şirkətlərin nəzarətinə keçirilməsi, həmin monopoliya və sərhədlərin uydurma əsaslarla 5 ildən artıq müddətdə bağlı saxlanılması nəticəsində əhalinin özünü təmin etmə imkanlarından məhrum edilməsi. Bu mövzu qruplarına həmçinin yoxsulluq səviyyəsinin hər il artması, təqaüdlərin azalması, qazilərin özü-özünə qəsdləri, cəza və cərimələrin hər il artması və sair belə sosial problemlər də daxildir. Bunları bu cür açıq şəkildə səsləndirməyimdə məqsəd odur ki, Azərbaycan xalqı bilsin və əmin olsun, məhz sizlər hər gün yerli media kameraları qarşısında və ya öz mobil telefonlarınızla fərdi qayğı və problemlərinizi çəkib sosial şəbəkələrdə paylaşdıqca, biz də öz növbəmizdə həmin problemləri icmal şəkildə dünya ictimaiyyətinin nəzərinə çatdırırıq. Ona görə də mən də daxil olmaqla hər bir mühacir sizə bir, öz problemlərinizi vaxtında səsləndirməyi, iki, sizin problemləri işıqlandıran media kanallarına abunə olmağı, daimi izləməyinizi, rəy bildirməyinizi və paylaşmağınızı, üç, mümkün olduğu qədər daha çox güvəndiyiniz həqiqi müxalifət təşkilatlarında təmsil edilməyinizi tövsiyə edirik. Siz pozulmuş hüquqlarınız və Əliyev rejiminin yol verdiyi qanun pozuntuları barədə daha çox məlumatı paylaşdığınız halda bu cür hallar digər fəalların köməyi ilə Əliyev rejiminə təsir edə bilən beynəlxalq təşkilatların diqqətinə çatdırıla bilər. Ona görə də bu istiqamətdə daim aktiv olun. Söz aktiv olmaqdan düşmüşkən, bu videonu izləyənlər arasında Azərbaycan Saatı kanalına abunə olan, bu videonu bəyənən və paylaşan hər bir kəsə ayrıca minnətdarlığımı bildirirəm. İndi isə bu videonun hazırlanması səbəbini bildirim. İndi səsləndirəcəyim mətn bilavasitə mənim deyil, bizimlə birlikdə çalışan, hazırda beynəlxalq münasibətlər ikinci ixtisası üzrə tələbə olan, çox güman ki, karyerasını da Avropanın beynəlxalq hüquq təşkilatlarının birində quracaq cavan həmyerlimiz tərəfindən hazırlanıb, Azərbaycanlı fəalımız belə yazır. Dünən Avropa Parlamentinin məlum qətnaməsi ilə bağlı canlı efir müzakirəsi zamanı Azərbaycanın yerli mediasında həmin qətnaməyə Milli Məclisin rəsmi bəyanatı barədə məlumat paylandı. Və həmin qərarda marağımı cəlb edən detal onun istinad edildiyi Avropa Parlamenti qətnaməsi haqqında ümumi sözlərdən ibarət əsaslandırma mətni idi.
Görünür ki, bu qərarın mətni prezident aparatının komandasında xarici dil bilmə bacarığı olan mütəxəssis tərəfindən hazırlanıb. Bu qərarın Milli Məclisdə müzakirəsi üçün çıxış mətnlərini də həmin komanda tərəfindən şparqalka şəklində hazırlayaraq deputatların səsləndirməsi üçün Milli Məclisə göndəriblər. Əslində bu daha məntiqlidir, çünki Milli Məclisə deputat təyin etmə tələblərində İngilis dilini bilmək barədə tələb yoxdur və ona görə də onların xarici dildə olan qətnaməni oxumaq əvəzinə hazır şparqalka mətnini üzündən oxuması normal haldır. Amma məni məyus edən hal həmin qərar barədə yerli medianın paylaşdığı xəbər mətnləri idi. Burada da xəbər Hikmət Hacıyev ilə Zahid Orucun birgə mətn yazı üslubundaydı və eyni zamanda həmin mətnə heç bir əlavə edilmədən yayımlanması tələbi də hiss edilirdi. Ona görə də qərarı aldım ki, hazırlanmasında təşəbbüsçü kimi rolumuz olan Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsinin mətninin tərcümə versiyasını həm Milli Məclisdəki xarici dil bilməyən qoca deputatların xarici ölkə saytlarına çıxış imkanı və cəsarəti Hikmət Hacıyev tərəfindən məhdudlaşdırılmış yerli media işçilərinin və ən əsası Azərbaycan xalqının nəzərinə çatdırım. Bu başdan deyim ki, qətnamə o qədər də böyük həcmdə deyil, amma mən onun bəndləri ilə yanaşı zərurət olduqca öz fikirlərimi də bildirəcəm. Beləliklə, bu qətnaməni iki hissədə izah edəcəm. Öncə 5 sayda olan səbəb bəndlərini söyləyim. Qətnamənin hazırlanmasına səbəblər bunlardır. 1. 2025-ci ilin əvvəlindən etibarən Azərbaycanda siyasi məhbusların sayı kəskin şəkildə artaraq təxminən 400 nəfərə çatmışdır. Onların hamısı siyasi motivli ittihamlarla qanunsuz olaraq saxlanılıb. Bu şəxslər arasında vətəndaş cəmiyyəti fəalları, müxalifət liderləri, jurnalistlər, akademik araşdırmaçılar və insan hüquqları müdafiəçiləri var. Bu bənddə hər hansı yenilik yoxdur. 2025-ci il ərzində və ondan əvvəl akademik savadından, dini mənsubiyyətindən, siyasi baxışından, peşə fəaliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, Azərbaycan xalqının həqiqətləri söyləyən bütün aydınlarının şərlənərək həbs edilməsi barədə mövzular yerli və xarici mediada müntəzzəm xəbər başlıqlarındadır. Avropada siyasi həbslərin əsaslandırılmış rəsmi ilkin hesabatlarını isə bu sahədə peşəkar təcrübə qazanmış Arif və Leyla Yunuslar hazırlayırlar. 2. Talış etnik azlığı üzrə tədqiqatçı, Talış National Academy News nəşrinin baş redaktoru İqbal Əbilov və Karl Universitetinin doktorantı Bəhruz Səmədov dövlətə xəyanət ittihamı ilə uyğun olaraq 18 və 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu da xarici və Azərbaycanın yerli mediasında çox saylı görüntülü və mətn formasında yayımlanan, hazırda da açıq internet mənbələrində olan və hər kəsin bildiyi faktlardır. 3. Hər iki alimin məhkəmə prosesləri qapalı keçirilib. Bu, beynəlxalq ədalətli məhkəmə standartlarına və günahsızlıq prezumpsiyasına ziddir. Təqdim edilən dırnaqarası sübutlar yalnız erməni alimlərlə əlaqə və yazışmalardan ibarət olub. Habelə onların sağlamlıq vəziyyətləri həbsdə saxlanıldığı müddətdə pisləşib. Bu mövzuda Azərbaycanın yerli rəqəmsal mediasında və sosial şəbəkə paylaşımlarında hər həftə ən azından bir neçə material yerləşdirilir. 4. Bu işlər daha əvvəl iki digər akademik araşdırmacı Qubad İbadoğlu və Fazil Qasımovun ədalətsiz və özbaşına şəkildə məhkum edilməsindən sonra baş verib. 5. Azərbaycanda avtoritar praktikanın möhkəmləndirilməsi prosesinin tərkib hissəsi kimi 1 dekabr 2025-ci il tarixində tanınmış müxalifət lideri Əli Kərimli güya dövlət çevrilişi ittihamı ilə həbs edilib. Diqqət edin, qətnamənin qəbulunda nəzərə alınması üçün cəmi 5 səbəb əsas göstərilir və bu səbəblərdə qeyd edilən məlumatlar sadəcə Azərbaycanın yerli mediasında, sosial şəbəkə paylaşımlarında, habelə xarici mediada müntəzəm tirajlanan çoxlu sayda xəbərlərə əsasən icmallaşdırılıb. Həmin xəbərlərin arasında həbs məhkəmə proseslərinin bilavasitə iştirakçı tərəfləri olmuş və
nə məhkəmənin, nə Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin, nə prokurorluğun, nə Daxili İşlər Nazirliyinin, nə də Ombudsmanın mətbuat xidmətləri tərəfindən gündəlik paylaşılan xəbərlərə qarşı hər hansı rəsmi təksib tələbləri olmayıb. Eyni zamanda həmin xəbərlərdə şərlənməklə həbs edilmiş siyasi fəal şəxslərin hüquqlarını qorumalı qanunların pozulması barədə məlumatlar da qeyd edilir. Amma indiyədək heç bir deputat bu qanun pozuntuları barədə hər hansı fikir söyləməyib. Bu isə o deməkdir ki, Avropa Parlamentinin qətnaməsinin əsaslandığı xəbər məlumatları gerçəkdir. İndi isə keçək qətnamədəki tələb, çağırış və göstərişlər hissəsinə. Yeri gəlmişkən, bu qətnamə ilə Azərbaycan hökuməti və Milli Məclisə ünvanlanan tələb və çağırışlarla yanaşı, digər beynəlxalq təşkilatlara ünvanlanan çağırışlar və tapşırıqlar da var. Mən isə bu qətnamədə əsasən Azərbaycan hökuməti və Milli Məclisə ünvanlanan cəmi 5 tələb və çağırışları səsləndirəcəm. Beləliklə, qətnamə üzrə tələblər bunlardır. 1. Avropa Parlamenti Bəhruz Səmədov və İqbal Əbilovun siyasi motivli ittihamlarla həbsini, cinayət təqibini və məhkum edilməsini qəti şəkildə pisləyir. 2. Avropa Parlamenti bütün siyasi məhbusların, xüsusilə Bəhruz Səmədov, İqbal Əbilov və Qubad İbadoğlu'nun dərhal və qeyd-şərtsiz azad olunması, ədalətli məhkəmə araşdırması və hüquqi prosedurların təmin edilməsi, jurnalistlərə, fəallara, akademiklərə, müxalifət nümayəndələrinə, insan hüquqları müdafiəçilərinə, o cümlədən də sürgündə olan, qanunsuz saxlanılan digər şəxslərə qarşı repressiyalara son qoyulması ilə bağlı Azərbaycana çağırış edir. 3. Avropa Parlamenti Əli Kərimlinin həbsini ən sərt şəkildə pisləyir və onun dərhal azad edilməsini tələb edir. 4. Avropa Parlamenti Azərbaycanda milli təhlükəsizlik müddəalarının məhkəmə təzyiqi, hədə-qorxu, ifadə azadlığının, sülh təşəbbüslərinin və ictimai tənqidin cinayətləşdirilməsi məqsədi ilə sui istifadə edilməsindən xüsusi narahatlığını ifadə edir. Avropa Parlamenti həmçinin Azərbaycanda akademik azadlıqların və mədəni hüquqların davamlı şəkildə aşındırılmasından dərin narahat olduğunu bildirir. 5. Avropa Parlamenti qanunvericiliyi, beynəlxalq insan hüquqları öhdəlikləri və standartları ilə, o cümlədən ifadə azadlığı və akademik azadlıq sahəsində uyğunlaşdırma ilə bağlı Azərbaycana çağırış edir. Öncədən bildirim ki, bu qətnamə yalnız Avropa ərazisinə aid olan ölkələrin və bu ərazidə fəaliyyət göstərən beynəlxalq təşkilatların deyil, yer kürəsindəki bütün ölkələrin və beynəlxalq təşkilatların görə bildiyi elektron sənəddir. Beləliklə, sərhədləri uzun müddət bağlı olan Azərbaycanda İlham Əliyev və onun komandası tərəfindən 30 il müddətində xalqın aydınlarına qarşı həyata keçirilən repressiv cinayət seriyaları barədə məlumatlar dünyanın bütün ölkələrinin nəzərinə çatdırılır. Azərbaycana real turist və xarici investisiya axınının olmamasının əsas səbəbi heç də ölkə sərhədlərinin uzun müddət bağlı olması ilə bağlı deyil və yaxud yalnız bununla bağlı deyil. Dünya cəmiyyətinin təsəvvüründə Azərbaycan insan hüquqlarını müdafiə edə biləcək hər hansı qanunun, dövlət orqanının və məhkəmə sisteminin olmadığı ölkə hesab edilir. Diqqət yetirdinizsə, Avropa Parlamentinin qətnaməsində Azərbaycan hökumətinə ünvanlanmış tələb və çağırışlarda da hər hansı yenilik yoxdur. Çünki bu qətnamənin tələb və çağırışları əslində siyasi həbslərlə bağlı yerli mediada və sosial şəbəkələrdə paylaşılan xəbərlərin, bir də həmin xəbərlərin şərh bölməsindəki izləyici rəylərinin məzmunlarının sadəcə ümumiləşdirilmiş formasıdır. Yəni, Avropa Parlamenti xalqdan hər zaman siqnal gözlədiyini deyən İlham Əliyevə və onun komandasına bu qətnamə ilə onu göstərmək istədi ki, əgər İlham Əliyev ölkənin yerli mediasında və sosial şəbəkələrdə öz xalqının etiraz səslərini, qanunun tələblərini eşitmək və görmək istəmirsə, həmin etiraz çağırışları və tələblərin 5 bəndlə bir vərəqdə ümumiləşdirilmiş forması İlham Əliyev başda olmaqla onun bütün komanda heyətinə rəsmi qətnamə kimi göndərilir.
Açıq internet mənbəyində bu qətnamənin yerləşdirilməsi isə İlham Əliyevin gələcəkdə görüşmək istədiyi dünya ölkələrində və beynəlxalq təşkilatlarda diktator və repressiyaçı olduğunu göstərmək məqsədi daşıyır. Bu söhbətin əvvəlində Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsinə qarşı Azərbaycan Respublikasının Milli Məclisinin rəsmi cavab bəyanatının olduğunu da söyləmişdim. Maraqlı olan budur ki, Milli Məclisin rəsmi saytında 19 dekabr tarixində müzakirə edilən 13 sayda gündəlik məsələlərin yalnız başlıq adları, bu saytın gündəlik iclaslarının stenoqramları hissəsində isə sonuncu tarix kimi sentyabr ayının 9-una aid stenoqram var. Yəni, hansısa qaranlıq səbəblərdən həmin bəyanat sənədinin orijinal mətnini o saytda tapmaq mümkün olmadı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həmçinin açıq kosmosda peyki olan Azərbaycanda Milli Məclisin saytında rəqəmsallaşdırma səviyyəsi də region ölkələrinin analoji saytlarının şəffaflıq və hesabatlıq səviyyəsindən çox aşağıdır. Ona görə də bununla bağlı fikirlərimi Milli Məclisin rəsmi cavab bəyanatının Prezident aparat tərəfindən və media üçün hazırlanmış mətn versiyası üzrə bildirəcəm. Beləliklə, Milli Məclisin rəsmi cavab bəyanatının mətnində iki səbəb əsas və cəmi bir dəyərləndirmə bəndləri var. 1. Yalan məlumatlara və uydurma iddialara əsaslanan, konkret cinayət əməllərinə siyasi don geyindirmək üçün daha bir uğursuz cəhdi təmsil edən bu sənəd, qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə kobudcasına müdaxilə etmək üçün daha bir faydasız cəhddir. Göründüyü kimi Avropa Parlamenti anti-Azərbaycan ritorikasından əl çəkməsə də insan hüquqları kimi vacib bir mövzudan öz gizli məqsədləri və dağıdıcı təşəbbüsləri üçün istifadə etməyə davam edərək bir daha siyasi ikiyüzlülük nümayiş etdirir. Bu bənd bir daha göstərir ki, Azərbaycanlı deputatlar Avropa Parlamentinin rəsmi internet saytında yerləşdirilmiş və tərcümə versiyasını indiki videoda səsləndirdiyim qətnaməni oxumayıblar. Bu bəndin mətni sadəcə onların adından yazılıb. Ona görə də bu bəndə bir cümlə ilə fikrimi bildirəcəm. Hazırda həbsxanada saxlanılan və sayı 400 nəfərə yaxın olan siyasi məhbusların içərisində azadlıqdan 9 il müddətinə məhrum edilmiş təkcə Tofiq Yaqublu'nun məhkəmədəki son söz əvəzi yazdığı 40 vərəqlik çıxışı onun həbsinin nəinki qanuni, heç elementar məntiqi əsasının da olmamasını çox saylı argumentlərlə sübut edən nümunədir. Hələ nəzərə alın ki, siyasi məhbus Tofiq Yaqublu ixtisasca hüquqşünas da deyil. Əgər diktator Əliyev yerdə qalan hər bir siyasi məhbusa media tribunası və vaxt imkanı verərsə, o zaman onların hər biri ən azından Tofiq Yaqublu'nun son söz əvəzi çıxışı həcmdə və bəlkə də ondan daha çox tutarlı analoji çıxış hazırlaya bilər. 2. 30 ildir 1 milyon qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına göz yuman və torpaqlarımızın işğalına, yüzlərlə şəhər və kəndimizin tarixi, dini və mədəni irsimizin dağıdılmasına qarşı daim laqeydlik göstərən Avropa Parlamenti 44 günlük vətən müharibəsindən və antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, eləcə də beynəlxalq hüquq standartlarının və prinsiplərinin tətbiqinə cavab olaraq Azərbaycana qarşı ondan çox rüsvayçı qətnamə qəbul etdi. Bu bəndin cümlə quruluşu və ifadə forması müəllifinin savadlı olmasından xəbər verir, amma eyni zamanda bu müəllifin milli mənəviyyat hissinin olmadığını və ya çoxdan unutduğunu da gizlətmiş. Ona görə də bu bəndlə bağlı fikrimi hissələrlə bildirəcəm. Baxın, bu bəndin ilk hissəsində Əliyev ailəsinin vəkilləri Əliyevin hakimiyyəti müddətində 1 milyon qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına Avropa Parlamentinin göz yumduğunu çox dəqiqliklə qeyd edirlər. Necə olur ki, elə həmin Əliyevlərin hakimiyyəti müddətində dönə-dönə deputat təyin edilmiş şəxslər 30 il müddətində İlham Əliyevin ailə üzvlərinin sayının 5 nəfərdən bizə məlum olan 8 nəfərə qədər artdığını gördükləri halda, həmin 1 milyon nəfər qaçqın və məcburi köçkünlərin sayının 30 il müddətində
değişmeden sabit kaldığına dikkat etmek istəmirlər. Bu sualın cevabını Azərbaycan xalqı xüsusilə də bataqlıq yerlərdəki çadır və vaqon düşərgələrində, evlərin nəmli zirzəmilərində yaşayan həmin qaçqın və məcburi köçkünlər daha dəqiq deyə bilərlər ki, həmin 30 il ərzində onların nəinki insan kimi yaşayış hüquqları, heç canlı kimi varlığı ilə də maraqlanan olmayıb. Yəqin ki, həmin deputatlar arasında o qaçqın və məcburi köçkünlərlə maraqlananlar olsaydı, həmin qeyri-insani şəraitdə yaşayan 1 milyon qaçqın və məcburi köçkünlərin də ümumi sayının ən azı 1,6 milyon nəfərə qədər artdığının fərqində olardılar. Axı bu vətəndaşlar Avropa ölkələrindən Azərbaycana qaçqın və məcburi köçkün kimi pənah gətirmiş hansısa qeyri-Azərbaycanlı yox, öz millətimizin nümayəndələri Azərbaycanlılarımızdır. Bu bəndin növbəti hissəsində Milli Məclisdə oturanlar Əliyevlərin hakimiyyəti müddətində torpaqlarımızın işğalına, yüzlərlə şəhər və kəndimizin tarixi, dini və mədəni irsimizin dağıdılmasına qarşı Avropa Parlamentinin daim laqeydlik göstərməsini qeyd edirlər. Həqiqətən də erməni vandalizminin bəzi nümunələrini Qarabağın işğaldan azad olunduğu ilk aylarda görüb hər birimiz qəzəblənmişdik. Bəs sonra nə baş verdi? Gəlin bu barədə görüb, eşidib bildiklərimizi birlikdə sadalayaq. Müharibə bitən kimi işğaldan azad edilmiş ərazilərin inzibati və mülk bölgüsü olan xəritəsi çəkilmədi. Həmin torpaq ərazilərinin əsl Azərbaycanlı mülk sahibləri olan, sayı 1 milyondan artıq olan qaçqın və məcburi köçkünlər arasında dəqiqləşdirilmədi və müəyyən edilmədi. Həmin ərazilərdə heç bir torpaq islahatı aparılmadı. Torpaq və mülk ilə bağlı məcburi köçkünlərə vurulmuş maddi ziyanın məbləği müəyyən edilmədi. Amma bütün bunların əvəzində həmin ərazilərdə yaşayış məntəqələrinin bərpasına başlamadıkları halda istədikləri yerdə infrastruktur adı altında həmin vaxt üçün vacib hesab edilməyən hava limanları, otellər, fermalar, mədən hasilatı kimi müəssisələr tikildi. Keçmiş kəndlərin qəbirstanlıq abidələri dağıdıldı. Tarixi kənd adları ləğv edildi. Bir neçə kəndin sakinləri üçün tamamilə başqa ərazidə yeni kəndlər tikildi. Məgər Qarabağın işğaldan tam azad olunmasından sonra heç bir qanun olmadan bu tarixi yaşayış yerlərinin yenidən layihələndirilməsi, kənd qəbirstanlıqlarının dağıdılması, tarixi məkan adlarının ləğv edilməsi kimi tarixi mədəni irsin dağıdılması əməllərini ermənilər mi törədirlər, yoxsa İlham Əliyev mi törədir? Axı ermənilərin 30 il müddətində Azərbaycanın bir hissəsində milli, tarixi, dini və mədəni irsimizə qarşı törətdikləri vandalizmlə, İlham Əliyevin göstərişi ilə son 5 ildə törətdiyi eyni motivli əməllər də anti-milli vandalizmdir. Ola bilsin ki, İlham Əliyev törətdiyi həmin əməlləri yalnız əyani olaraq, yalnız Azərbaycan xalqından bu günlərdə gizlədə bilir. Amma onun həmin gizli vandalizm əməllərinin əyani sübutları açıq kosmosda Azərbaycan peyki ilə yanaşı Avropanın çoxlu sayda peykləri vasitəsilə hər dəqiqə çəkilib yaddaşa köçürülən foto arxivlərdə də qalır. Bu bəndin son hissəsində isə deputatlar bildirirlər ki, Avropa Parlamenti 44 günlük vətən müharibəsindən və antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, eləcə də beynəlxalq hüquq standartlarının və prinsiplərinin tətbiqinə cavab olaraq Azərbaycana qarşı ondan çox rüsvayçı qətnamə qəbul edib. Həqiqətən də Avropa Parlamentinin bir çox əvvəlki qətnamələrində Azərbaycanın milli maraqlarına zidd olan çox sayılı bəndlər olub. Amma Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsindəki tələb və çağırışların məzmunu Azərbaycanın ərazi bütövlüyü və suverenlik mövzusu ilə əlaqədar deyil, İlham Əliyevin ölkə daxilində öz xalqına qarşı repressiv cinayətlərinə son qoyulması barədədir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından söz düşmüşkən gəlin Qarabağın işğaldan azad edilməsindən sonra İlham Əliyevin bu suverenliyin bərpası ilə bağlı gördüyü işləri birlikdə nəzərdən keçirək.
Qərb ölkələrinin beynəlxalq təşkilatları Qarabağın işğaldan azad edilməsindən sonra döyüş yerlərində dağılmış ərazilərin minalardan təmizlənməsi, bu ərazilərdə tikinti quruculuq işləri, həmçinin qaçqın və məcburi köçkünlərin öz yurdlarına köçürülməsi və ilkin adaptasiyası üçün Azərbaycana, həmçinin erməni qaçqınlarının Ermənistanın keçmiş Azərbaycanlı kəndlərinə köçürülməsi və ilkin adaptasiyası üçün Ermənistana müntəzəm maddi yardım təklifi veriləndə bu təklifi İlham Əliyev rədd etmişdi. Halbuki Ermənistan hökuməti o cümlədən həmin yardım hesabına oraya qaçqın kimi getmiş 100 min nəfəri çox rahatlıqla yerləşdirdi. Onların ilkin adaptasiyası üçün də ötən 5 ildə işlər görürlər. Hər bir yerdə özünü və məktəb yaşlı nəvələri də daxil olmaqla ailəsinin hər bir üzvünü rəsmi ultra milyarder Elon Musk'tan daha zəngin olduğunu göstərmək istəyən İlham Əliyev, Qərb ölkələrinin maddi yardımından imtina edəndən sonra ötən 5 il ərzində yalnız xarici ölkələrə ünvanlanan bəyanatlarda güya rəhmi gəldiyi 1.6 milyon qaçqın və məcburi köçkünlərdən yalnız 40 min nəfərin Qarabağ ərazisinə köçürülməsini təmin edib, amma onların orada ilkin adaptasiyası ilə bağlı hər hansı işlər görülmüş. Yerdə qalan qaçqın və məcburi köçkünlər Əliyev hakimiyyətinin ilk 25 ili müddətində büdcə pullarını işğaldan azad məqsədi ilə müharibə xərclərinə yönəldirik bəhanəsini, son 5 ildə isə büdcə pullarını işğaldan azad edilmiş ərazilərin bərpa xərclərinə yönəldirik bəhanəsini eşitməklə naməlum müddətə zülümlü həyata dözməyə vadar edilirlər. Qarabağın işğal altında olduğu müddətdə ermənilərin 25 il müddətində məskunlaşıb yaşadıkları və heç zaman minalanmadığı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Tuğ, Xankəndi və Şuşa kimi inzibati ərazilərin bir hissəsi kiçik döyüşlər və bəziləri isə ümumiyyətlə döyüş olmadan azad edildiyi halda həmin yaşayış massivlərinin çoxuna Azərbaycanlıların köçürülmə tədbirləri naməlum səbəblərdən həyata keçirilmir. Avropada çox saylı ölkələrin sakinləri qitə ərazisində heç bir viza olmadan və sərhəd keçid məntəqəsi olmadan rahat hərəkət edə bildikləri halda Azərbaycanın balaca ərazisində Qarabağ inzibati bölgəsinə sərbəst hərəkət icazəsi tanınmır və bunun üçün xüsusi portal yaradılıb, üstəgəl icazəsi olanlar üçün də polis nəzarəti altında hərəkət məhdudiyyətləri mövcuddur. İlham Əliyev və eyni zamanda Azərbaycan xalqı da əmin olmalıdır ki, Ermənistan rəhbərliyinin öz qaçqınlarına səmimi münasibəti ilə İlham Əliyevin öz qaçqın və köçkünlərinə qarşı laqeyd münasibəti arasındakı fərqləri də, bu fərqlərin arxasında Əliyevin böyük tamahkar korrupsiya maraqlarının olmasını da Avropa və digər beynəlxalq təşkilatlar həm aydın görür və həm də bilir. Gördüyünüz kimi Qərb ölkələrinin və beynəlxalq təşkilatların insan hüquqları və demokratiyanın müdafiəsi ilə bağlı açıq tələb və çağırışlarına Əliyev komandasının son bəyanat formasında cavabları artıq boşuna söz yığınıdır. Bu bəyanatda yeganə aydın səslənən fikir bir dəyərləndirmə bəndidir. Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2025-ci il 18 dekabr tarixli qətnaməsini şiddətlə qınayır və bu qərəzli siyasi akta qəti etirazını bildirir. Yekunda Avropa Parlamentinin qətnaməsinə Əliyev komandasının qəzəb nümayiş etdirməsinin əsl səbəbini qısaca izah etmək istəyirəm. Deməli, bu qətnamənin qəbulu üçün 477 nəfər lehinə, 7 nəfər əleyhinə, 69 nəfər isə bir tərəf kimi səs verib və yaxud 69 nəfərin arasında ümumiyyətlə səs vermədə iştirak etməyənlər də var. Bu, o deməkdir ki, qabaqcıl inkişaf etmiş ölkələr qarşısında Azərbaycan dövlətinin yox, məhz Əliyev ailəsinin 30 il müddətində qazandığı hörmət və nüfuz cəmi 10%-dir. Əgər 69 nəfər bir tərəf səs verən şəxslərin qoşulmama hərəkatının təmsilçiləri olduğunu və bu hərəkatın son konferanslarının ev sahibliyinin Əliyevin korrupsiya pulları hesabına Bakıda keçirdiyini nəzərə alsaq,
və 7 nəfər əleyhinə səs vermiş şəxslərin də Rus enerjisindən müvəqqəti asılı olan Baltik yanı ölkələrin nümayəndələri olduğunu qəbul etsək, bu zaman inkişaf etmiş qərb dünyasında Əliyev ailəsinin ümumiyyətlə real nüfuz və hörmət sahibi olmadığını müəyyən edərik. Beləliklə, o qənaətə gəlirik ki, Əliyev və onun ailə üzvlərinə az sayda ölkə rəhbəri ya onun verə biləcəyi pul hesabına ona hörmət göstərir, ya da onun daha güclü siyasi dostlarından asılı olduqları üçün Əliyevə də hörmətlə yanaşırlar. Bugün Əliyev, onun ailəsi və komandası ölkə xaricində, rəsmi dairələrdə heç bir siyasi nüfuz və hörmət sahibi olmadıqlarını, ölkə daxilində isə xalqa əməllicə zülm yaşatdıqları üçün hədsiz nifrət qazandıqlarını çox gözəl anlayırlar. Və bu ailəni Azərbaycan ərazisində saxlayan yeganə vasitə Azərbaycan xalqının dözüm müddətidir. Yəni istənilən an və hətta adi mülki mübahisə hadisəsi kimi hər hansı xırda insident xalqın qəzəbinin daşmasına səbəb ola bilər. Xalq da əmin olmalıdır ki, Əliyev ailəsi dünənki Qəddafi, Səddam, Bəşər Əsəd kimi yaxud indiki Maduro kimi ölkə xaricindəki heç bir normal ölkədə təhlükəsizliyinə zəmanət verilməyən, ona görə də yalnız öz ölkəsində səlahiyyətlərini hətta bir gün də olsa müvəqqəti saxlamağa məcbur olan adi quldur diktatordur. Bu günlərdə yerli mediada və sosial şəbəkələrdə paylaşılan istənilən etiraz və narazılıq xəbəri Əliyev ailəsinin hakimiyyəti könüllü tərk etməsinin hərəkət verici səbəb başlanğıc nöqtəsi ola bilər. Ona görə də hər bir kəs həmin paylaşım xəbərlərinə həssas yanaşmalı, bu cür xəbərləri bəyənməli, ona rəy bildirməli və paylaşmalıdır.